Salam qızlar, mən Leyla. Bugün sizlərlə Kiko çantamda olan rumyanaların qiymətləndirməsini eləyəcəyik. Burada mən sizlər üçün həm bunların pigmentasiyası, həm teksturası və bəzi məqamlara toxunacağam. Təbii ki, içərisində həm lüks, həm orta büdcəli, həm də daha münasib qiyməti olan rumyanalarımız mövcuddur. Onu da vurğulayım ki, inşallah videom sizlər üçün faydalı olar. Siz də bu məhsulları əldə edərkən seçim etmənizdə mənim qeyd edəcəyim nüanslar sizə bir növ faydalı olmuş olar. Gəlin ilk öncə danışaq Valentina markasının olan rumyanadan. Bu rumyananın qablaşdırmasını çox sevirəm və düşünürəm ki, hər bir qızın kosmetiçkasında olmalıdır, büdcə daxilində təbii ki. Mən bunu çox bayılıram. Sırf bunun qablaşdırmasına görə almışdım, çünki çox elegant bir duruşu və qablaşdırması var. İçərisində çox gözəl minnoş bir fırçası mövcuddur. Göz makiyajı eləyərkən olduqca əlverişlidir. Yanaq üçün də istifadə edə bilərsiniz. Sadəcə bir məsələ var ki, o qədər də yanaq üçün əlverişli deyil, çünki çox minnoşdur. Əlavə olaraq onu da vurğulamaq istərdim ki, mən NYX-dən əldə elədiyim 03 nömrəli bir brush var, fırça var. Niyə görə bu fırça? Çünki bu çox funksiyalı bir fırçadır qızlar. Siz bunun həm tonal kremi, eyni zamanda pudra, rumyana və s. bronzer hər bir şey üçün istifadə edə bilərsiniz. Bu fırçanın özü çox funksiyalı bir fırça olaraq gedir. Ona görə sizə tövsiyə edirəm. Mən də öz məhsullarımda, yəni məhsul alarkən minimalizmə önəm verirəm. İstəyirəm az məhsulum olsun, saz məhsulum olsun. Yəni çox məhsul olub istifadə etmədikdənsə az olsun, amma doğrudan da hər dəfə onu istifadə edə biləcəyim bir məhsullar olsun. Gəlirik Valentina markamıza. Bu markanın çox gözəl qoxusu var. Yəni həqiqətən pigmentasiyası möhtəşəmdir. Teksturası möhtəşəmdir. Yəni əsasən düşünürəm ki, şad məclislərdə falan və s. ad günləri və s. müəyyən bu tip yerlərə gedərkən istifadə etmənizi daha çox tövsiyə edirəm. Çünki pigmentasiyası həqiqətən daha çoxdur. Və bunu sizlər üçün qolumda göstərmək istəyirəm. Baxa bilərsiniz. Əlavə olaraq keçirik digər markaya. Digər məhsulumuz isə Sephora'dan əldə etdiyim Dior markasının olan bir paletdir. Buna da çox bayılıram. Onu qeyd edeyim ki, qızlar, sadə makiyajı sevirsinizsə, makiyajınızda sadəliyə önəm verirsinizsə, bu ideal bir seçimdir. Onu vurğulayım ki, bunun teksturası həddən çox deyil, pigmentasiyası o qədər də çox deyil. Sadəcə makiyajlarda sadəliyə önəm verən xanımlar üçün məncə olduqca idealdır. Burada gördüyünüz kimi 3 dənə highlighterım mövcuddur. Daha sonra isə bir dənə rumyana var. Göz makiyajı olaraq da istifadə edə bilərsiniz, amma mən daha çox bunu rumyan olaraq istifadə edirəm və highlighter olaraq istifadə edirəm. Bunun da teksturası, belə deyim, yəni dediyim kimi çox güclü olmasa da sadə və simli bir məhsuldur. Çox qəşəngdir, çox gözəl, zərifdir. Bunu da sizdə qolumda göstərmək istəyirəm. Baxın, belədir. Daha sonra isə növbəti məhsulumuza keçəcəyik. Növbəti məhsulumuz Kiko Milano'dan əldə elədiyim bu brushdır. Qızlar, bunun qablaşdırılması çox maraqlıydı. Sırf yəni mən buna görə əldə eləmək istəmişdim bu məhsulu. Belə deyim, yəni qara rəngdədir. Deyilinə görə dəri rəngimizə uyğun olaraq rəng alır. Amma elə deyil, istər ağbəniz, istər qarabəniz digər xanımlar olsun. Hər bir xanımın dəri tonuna uyğun olaraq, yəni həmişə bardov rəng verir. Yəni bunun rəngi bardovdur. Belə vurğulayım ki, teksturası o deyil, kremsi bir toxunuşdadır, çox qəşəngdir əslində, amma qalıcılığı o deyil. 15 dəqiqədən sonra elə bil ki, dərinizdə heç bir şey yoxmuş kimi qalır. Yəni ona görə bəyənmədim, bu qiymətə dəyməz. Orta büdcəli gedir, amma yenə də dəyməz, yəni belə düşünürəm. Əlavə olaraq danışmaq istəyirəm likit allıqlardan, ən sevdiyim. Likit allıqlar içərisində ən çox bayıldığım, sevdiyim məhsullardan biri də Zara'dan əldə elədiyim bu məhsuldur. Qızlar, onu deyim ki, Azərbaycanda Zara'nın brushı, yaxud Zara'da, yəni Zara ümumiyyətcə Azərbaycanda kosmetik məhsulları satmır. Yəni mən görməmişəm, ola bilər bəlkə var, amma mən həqiqətən görməmişəm. Mən bunu onun saytından sifariş vermişdim. Çox da bayıldım. Münasib qiymətədir, sərfəlidir. Hətta mən bunu Black Friday-də almışdım. Çox münasib qiymətə əldə eləmişdim. 20 manatdan daha aşağı qiyməti olmalı, səhv eləmirəmsə. Hətta endirim də var idi və daha münasib qiymətə almışdım. Qoxusu çox gözəldir, pigmentasiyası, teksturası möhtəşəmdir. Düşünürəm ki, hər bir xanımın kosmetiçkasında ola bilər. Rəngi şaftalımsı bir rəngdir. Çox gözəl bir rəngi var. Bunu da qolumda çəkərək sizə yoxlamaq istəyirəm. Pigmentasiyası həqiqətən möhtəşəmdir və rəngi də çox gözəldir, zərifdir. Əsl yaz və yay fəslinə uyğun rənglərdir. Düşünürəm ki, bu da hər bir xanımın kosmetiçkasında ola biləcək məhsullardan biridir. Növbəti olaraq gəlirik birə-bir Rare Beauty-nin eynisi olan, yəni hətta deyərdim ki, müadil bir məhsula.
Şeqlan məhsulu. Bu məhsul da çox gözəl məhsuldur. Onu vurğulayım ki, Rare Beauty-dən 2 dənə fərqi var. Biri qiymət baxımından da, yəni bu daha sərfəlidir. Rare Beauty daha qiymət baxımından buna nisbətən daha üstün leveldə. Əlavə olaraq da Rare Beauty bitmək bilmir. Elə bir feyridir. Yəni çünki həqiqətən uzun müddət gedir və bitmək bilmir. Amma Şeqlan elə deyil. Yəni əgər çox istifadə etsəz bitə bilər. Yəni uzun müddətdə o qədər də deyil o baxımından. Amma tekstura baxımından, yumşaqlıq baxımından məncə birə-bir eynidir və çox bayılıram. Şeqlanı da çox istifadə edirəm. Bu da çox sərfəli, münasib qiyməti olan məhsuldur və çox da keyfiyyətli bir məhsuldur. Növbəti olaraq gəlirəm Rus markası olan bir rumyanaya. Bunun adı Relius Pro məhsuludur. Olduqca gözəl bir məhsuldur. Niyə görə mən bu məhsulu bəyənirəm, onu vurğulayım. Qiyməti çox münasibdir. Teksturası möhtəşəmdir. Qalıcılığı bir ayrı aləmdə və qiyməti çox sərfəlidir. Səhv eləmirəmsə 10 manatdan daha aşağı qiymət olmalıdır. Yoxsa 12 manatmı bilmirəm. Bunu çoxdan almışdım mən. Daha doğrusu rəfiqəm mənə almışdı. Həqiqətən çox gözəl qoxusu var. Kokos qoxusu verir. Eyni zamanda teksturası möhtəşəmdir. Dəridə çox gözəl qalır və uzun müddət qalır həqiqətən. Yəni tez silinib getmir. Bir də əlavə olaraq qızlar onu vurğulamaq istəyirəm ki, desəniz ki, bahalı, orta büdcəli və daha münasib qiyməti olan məhsullar arasında keyfiyyət baxımından və sair fərqlər varmı? Mən düşünərdim ki, xeyr, heç bir fərqi yoxdur. Əsas keyfiyyətdir və düşünürəm ki, ucuz qiymətə, daha münasib sərfəli qiymətə belə alıb razı qalacağınız, keyfiyyətini çox bəyənə biləcəyiniz məhsullar mövcuddur. Yəni məcbur deyil ki, sırf lüks markalar olsun. Sadəcə mən maraq dairəmdə olduğuna görə və hər dəfə maaş alanda özümü şımartmaq məqsədi ilə hər dəfə özümə bir lüks markaları alıb hədiyyə eləyirəm. Bu məni çox sevindirir. Özümü bir növ şımartıram bu cür. Və dediyim kimi də keyfiyyət baxımından hər birini bəyənirəm və Kiko Milano'nun çıxmaq şərti ilə qalıcılıq baxımından, pigmentasiya baxımından digər bütün məhsulların hər birini sizə önərirəm. Yəni əgər onları istifadə etsəniz, dərinizdə qalacaq və gün boyu sizin o dərinizdə, üzünüzdə çox gözəl formada, təbii, fresh formada görünəcək. Əgər videomu bəyəndinizsə, xahiş edirəm ki, rəy bölməsində fikirlərinizi yazın və hansı məhsulları yoxlamağımı istəyirsinizsə, onları qeyd edin. Sağ olun, salamat qalın.